iNetShim sosyal medya kanalına hoş gelmişsiniz. Ötən iki verilişə baxmayanları iNetShim kanalına dəvət edirəm. Buyurun, abunə olun, bəyənin, paylaşın. Cəmi izləyənlərin cəbindən əski olmayın. Bugünkü mevzumuz pandemiya haqqındadır. Dünyada koronavirusa yoluxanların ümumi sayı təxminən 28 milyon nəfərdir. Ölüm halları 900 mindən çox, sağalanların sayı 20 milyondan biraz çoxdur. Hal-hazırda dünyada xəstəlik dövrü yaşayan 7 milyon nəfər var. O cümlədən 60 mindən çox insanın səhhəti kritik vəziyyətdədir. Dünyada hər gün 6 minə yaxın insan koronavirusdan dünyasını dəyişir. Son günlər ən çox ölüm halları olan ölkələr Hindistan, ABŞ, Braziliyadır. Hər gün bu ölkələrdə hərəsində 1100 nəfərdən çox insan koronavirusdan vəfat edir. İndiyə qədər ən çox ölüm halları olmuş ölkələr də yenə bu ölkələrdir. ABŞ 195 mindən çox, Braziliya 130 minə yaxın, Hindistan 75 mindən çox. İndi isə qonaqlarımızı sizə təqdim edirəm. Mübariz Əliyev, Azərbaycan Tibb Universitetinin professoru, Tədris Cərrahiyyə Klinikasının şöbə müdiri. Ədalət Şükürov, tanınmış müğənni, bir sıra populyar mahnılarının müəllifi, Azərbaycan Əməkdar Dağıstanın xalq artistidir, 2007-ci ildən İqtisad elmləri namizədidir. Bəhram Bağırzadə, tanınmış aktyor, mediaçı və naşir, əməkdar artistdir. Amma hər şey inamsızlıqdan başlamışdı. Hətta koronavirusa inanmayanlar sektası da demək olardı ki, var idi. Amma insanlar tədricən özləri, yaxınları, qonşuları, qohum əqrəbəsi koronavirusla, COVID-19-la rastlaşdıqca başladılar ehtiyat etməyə və müəyyən tədbirlər görməyə. Mən deyim ki, məsələn, mənim də ailəmdə bu xəstəliyə yoluxanlar olub. Hətta qızım yoldaşı ilə, qudalarım, daha sonra qardaşımın oğlu öz yoldaşı ilə və s. Hətta bir təəssüf ki, bir ölüm halı da var. Bu, mənim xalamın qaynının oğlu, özü də 49 yaşında, Samid Hüseynov koronavirusdan vəfat etdi. Allah bütün ölənlərə rəhmət eləsin. Mən verilişdən əvvəl söhbət eləyəndə bildim ki, doktor, siz də bu xəstəliyə yoluxmusunuz. Deməli, koronavirus virusu milyon ildən çoxdur, təbiətdə mövcuddur. Sadəcə o insanlara heç bir təsir göstərmir və insan orqanizmində də ola bilərdi olsun, saprofit halda xəstəlik törətmirdi. Koronavirus yarandı Uxan şəhərində. Özdə bu 19-cu deməli ilin axırlarında yarandı və çox güclü bir infeksiya mənbəyi oldu və orada o çox əhatəli şəkildə geniş yayıldı. Uxan şəhərində bunun virusun necə belə sürətlə yaranması hələ indiyənə qədər də şübhəlidir. İndi müxtəlif fikirlər var. Get-gedə bu fikrin üstünə gəlirlər ki, bu sintetik alınıbdır. Yəni burada insan əli var və oradan bütün dünyaya yayılmağa başladı. 2019-cu ilin dekabr ayında Çin hökuməti əhalisi arasında bir virusun yayıldığını dünyaya bildirdi. Sonraki aylarda bu virus başqa ölkələrdə yayıldı və beləliklə bir neçə gün ərzində yoluxanların sayı 2 qat artdı. Bu virus kəskin tənəffüs sindromu koronavirus 2-dir və COVID-19 adlı xəstəliyə səbəb olur. Hamı onu sadəcə koronavirus adlandırır. İnsan bu xəstəliyə yoluxanda əslində nə baş verir və biz nə etməliyik? Virus əslində sadəcə genetik material və bir neçə zülal ətrafında örtükdür. Ehtimal ki, heç canlı orqanizmlə deyil. Virus yalnız canlı hüceyrəyə daxil olaraq öz sayını artıra bilir. Koronavirus səthlərin üstü ilə yayıla bilər. Amma bu virusun səthlərin üzərində nə qədər yaşaya biləcəyi hələ də qeyri-müəyyəndir. Virusun yayılması əsasən öskürəndə hava damcı yolu ilə ya da xəstə insana toxunduqdan sonra üzünüzə əl vuranda, məsələn gözünüzü ya burnunuzu ovuşduranda olur. Virus öz səyahətini belə başlayır və bədənə daha dərinə daxil olur. Onun istiqaməti ən kəskin təsir göstərəcəyi bağırsaqlar, dalaq və ağciyərlərdir. Azərbaycanda təxminən mən deyərdim ki, yanvar ayından bu xəstəlik başladı yayılmağa. Mənim yoldaşım diş həkimidir. O bizim ailəmiz fevralın əvvəllərində biz hamımız xəstələndik məndən başqa. Mən xəstələnmədim, yoldaşımla oğlum xəstələndi. Və yoldaşım mənə dedi ki, mənim Uxan şəhərindən gəlmiş, Uxan ruscadır.
Wuhan şəhərindən gəlmiş bir ailənin hamısını mən dişim müalicəyim. Onlar dedilər ki, Çində Wuhan şəhərində bir qrip yayılıbdır və biz də xəstələnmişdik. Yəni bu cür ailələr gəlib Azərbaycanda bunu yapıb. Onda biz koronavirus infeksiyası haqqında, bu epidemiya haqqında belə bir məlumatımız yox idi. Və onda onlar xəstələndilər və özləri də təəccüb elədilər ki, buna ağır qrip imiş. Biz belə qrip olmamışdıq. Biz sonradan bildik ki, artıq belə bir infeksiyon xəstəlik var. Bu dünyada ya Azərbaycanda da var. İstəyərdim ki, cənab Şükürov, siz də bu suala cavab verəsiniz. Sizin necə yaxınlarınız, qohum-əqrəbə, dost-tanış arasında bu xəstəliyi keçirənlər olubmu? Varmı hal-hazırda? Əlbəttə olub və dünyasını dəyişən də olub. Azərbaycanda da, məsəl üçün Amerikada da, Moskvada da. Yəni mənə elə bir adamların adını çəkdilər. Bilirsiniz, Rasim, mütləqmi gərək sən kimsə sənin yaxınlarından dünyasını dəyişsin ki, sən inanasan. Yəni indiki zəmanədə hamı olub həkim, hamı olub siyasətçi, hamı çox yaxşı bilir bu nədir, koronavirus. Futboldan da hamının yaxşı başlayır. Bəli. Bu 5 ayda hamı həkim olub. Ona görə də mən tarixə baxanda, məsəl üçün 700 il bundan öncə də bir pandemiya olub. Məsəl üçün 100 il bundan öncə də olub. İspankanı deyirsiniz. Bəli. Bilirsiniz, bu ərəfədə mən baxıram ki, əsas odur ki, çalışasan, dünyanı dəyişməyəsən. Əsas odur. İkincisi də mən baxıram ki, sadə bir şeylərdir. Yəni, maska geyinmək, Sosial məsafə saxlamaq. Yəni bizdən də o tələb Gigiyenadır. olur. Bəli, gigiyenadır, məsafə saxlamaq və maska geyinmək. Ona görə ki, həmin o virus, o harası düşsə o ilə qidalanmır. O qidalanır yalnız insanın bədəninə də yoluxanda. Başqa o yerə düşəndən sonra, bir gündən sonra çıxır. saat. Ona görə də bizdən xahiş edirlər ki, imkan varsa, bir-birimizdən aralı durun, imkan varsa, imkan yox, mütləqdir dezinfeksiya eləmək, maska geyinmək. Çox təəssüflər olsun ki, ailədə kimsə dünyasını dəyişməyəncən heç kim buna inanmır. Yox, elə deməzdim. Biz artıq o mərhələni keçmişik. Düzdür, əvvəllər hardasa ilin əvvəlində, fevral, doktor dediyi həmən o İnanmırdılar, fevral, mart evet. ayında və s. Amma məsələn, artıq aprel, may ayında bir çoxları bu xəstəliklə bilavasitə rastlaşdılar. Siz düz deyirsiniz ki, insanlar həmin o ərəfədə iki düşərgəyə bölünmüşdü. İnananlar və inanmayanlar. Bəli. Cənab Bağırzadə də əvvəlcə inanmırdı. Ayın 7-sində onun xəstələnməyi haqqında mediada xəbərlər yayılmağa başladı. Və mən nigaran qaldım, ona bir mesaj göndərdim. Ayın 8-də biz telefonla danışdıq və cənab Bağırzadə mənə bildirdi ki, bu sadəcə bir soyuq dəymədi. Ardını özünüz danışın da, sonra nə baş verdi? Rasiməm, açıqım mən inanmırdım bu xəstəlik var. Təqribən fevral ayıydı, mart ayıydı, may ayıydı. Hətta mənim bir-iki dənə süjetim də var idi. Vine Instagramda çəkmişdim. Amma sonra elə oldu ki, iyun ayında mən qızdırdım. Qızdırandan sonra da huşumu itirdim. Huşumu itirdim və bir həftə mənim həyatımda nə baş vermişdi, mən yadımda deyil. Sadəcə həyat yoldaşım və mənim övladlarım mənə danışdılar ki, necə məni o gömgöy apardılar tibbi yardımla xəstəxanaya və xəstəxanadan sonra ikinci bir xəstəxanaya, mərkəzi gömrük klinikasına və 20 gün mən komada oldum. Komada oldunuz? Komada 20 gün mən oldum. Ondan sonra ayıldım. Ayılandan sonra 26 gündə mən orada müalicə aldım. Və ən ağır günlərim də birinci 4 gün idi ayılandan sonra. Çünki mən nə həyat yoldaşımı, nə övladlarımın simasını, üzlərini yada sala bilmirdim. Ümumiyyətlə, deyirdim, axavlar kimdir, hardadılar, nədirlər. Əgər mən artıq şikəstləmsə, onlar çıxıb gediblərsə, mənim həyatımı, bəs mənim anam, mənim bəs bacım məni niyə qoyublar. Və çox kövrəlmişdim, stressdəydim, depressiyadaydım. Bəlkə də bu inanmadığıma görə mən bir ibadət əhli olan insan kimi, iman əhli olan insan kimi mən düşünürəm ki, Allah Subhanahu Teala bunu mənə kəffarə kimi yazsın. Hardasa mənim o inanmamağım və yaxud, amma baxmayaraq mən qanun sevən insanım və qanunlara riayət edirəm. Baxmayaraq ki, mən fevral, mart, aprel, may aylarında inanmırsam, amma
bütün qayda qanun, ədalət mənimdir ki, o maska taxmağı və o məsafə saxlamağı çalışdım, evdən çıxmayım. Mən təqribən 3 ay evdən çıxmadım. Yəni qayda qanun, dövlət tərəfindən nə qayda qanun qoyulubsa. Cənab Bağırzadə, bəs bunun bir fəsadları, hansı bir qalıqları yoxdur ki, sizin arqanızda? Yox, şükür Allah yoxdur. Yəni koronavirusla, COVID-19-la bağlı olaraq yoxdur. Sadəcə olaraq mən 20 kilo itirmişəm və 20 kilo da əzələdən getmişdi. Sümü ilə və dəri qalmışdı. Amma bu 52 gündür mən çıxmışam, fizioterapevt gəlirdi və biz gimnastika ilə məşğul olduq, rəstəşqa ilə məşğul olduq. İndi şükür Allah, səhərlər geyirəm, dəniz qırağına üzürəm, hərəkətdəyəm, yavaş-yavaş özümə gəlir. Amma birinci 20-25 gündə gəzə bilmirdim. Və klinikanın porterləri məni aparırdılar, gətirirdilər. Baş gicəllənmələrim var idi, özümü çox ağır hiss edirdim. Bəs ağciyərinizdə 90% nəsə deyirdilər ki, ciyərimlərim çalışmırdı. Mən həkim deyirəm, doktor yanında da danışmaq istəmirəm. Çünki mənim o qədər də anlayışım yoxdur, amma mən bilirəm ki, nəfəsim kəsilir. Yəni, nəfəs ala bilmirəm. Onda elə doktora müraciət edək. Koronavirus infeksiyası birinci növbədə damarlara təsir göstərir. Qan damarlarına. Qan damarlarına. Və onun əsas mişin, hədəf orqanı ağciyərdir. Yəni, bu demək deyil ki, digər orqanlara təsir göstərmir. Koronavirusa yoluxmuş adamlarda ola bilər, təngi nəfəsliyi olmasın, ağciyərdə problem, mədə bağırsaq problemləri olsun. Diareya, ishal, qusma, qaraciyər çatınmazlığı, böyrək çatınmazlığı, beyin əlamətləri, əzələ ağrıları, bel ağrıları, şəkər qalxdı, şəkər komasına sala bilər. Çox mürəkkəb bir klinika ilə gedir. Amma hədəf orqan ağciyərdir. Hətta sadəcə bir neçə koronavirusu ağır vəziyyətə səbəb ola bilər. Ağciyərlər milyardlarla epitel hüceyrəsi ilə düzülmüşdü. Bütün vücudunuzun sərhəd hüceyrələri kimi yoluxmağa hazır orqanlarınızı və selikli qişanı örtür. Korona genetik materialını inyeksiya eləmək üçün qurbanının membranlarında xüsusi bir reseptora bağlanır. Baş verənlərdən xəbərsiz olan hüceyrə virusdan gələn yeni təlimatı yerinə yetirir. Surətini çıxar və yenidən birləşdir. Hüceyrə orijinal virusun surətləri kritik vəziyyətə çatana qədər dolmaqda davam edir və ən sonuncu təlimatı alır. Özünü məhv et. Hüceyrə sanki əriyir. Daha çox hüceyrəyə hücum eləməyə hazır olan yeni korona hissəciklərini yayır. Təxminən 10 gündən sonra milyonlarla bədən hüceyrəsi yoluxur və milyardlarla virus ağciyərləri doldurur. Bu mərhələdə bədəninizə hələ çox zərər olmayıb. Amma indi virus sizin üzərinizə əsl təhlükəni, öz immun sisteminizi buraxacaq. Sizi qoruyan immun sistemi əslində özünüz üçün olduqca təhlükəli ola bilər və möhkəm tənzimləməyə ehtiyacı var. Virusla mübarizə üçün immun hüceyrələri ağciyərlərə axşarkən korona onlardan bəzilərinə yoluxur və çaşqınlıq yaradır. Hüceyrələrin nə qulaqları var, nə də gözləri. Əsasən sitokinlər adlanan kiçik məlumat zülalları ilə əlaqə qururlar. Korona yoluxmuş immun hüceyrələrin həddən artıq reaksiya verməsinə və qətl qışqırmasına səbəb olur. Müəyyən mənada virus immun sistemini quduz döyüşə salır və lazım olandan çox əskər göndərir. Resurslarını israf eləyir və zərər verir. Xüsusilə iki növ hüceyrə məhv olur. Birincisi, hüceyrələrimiz də daxil olmaqla maddələri öldürməkdə güclü olan neytrofillərdir. Onun sayı bir neçə minə çatdıqda, düşmənlə yanaşı çox sayda dostu məhv eləyən fermentlər buraxır. Qəzəblənən digər vacib hüceyrələr adətən yoluxmuş hüceyrələrə intihar eləmələrini əmr eləyən T hüceyrələridir. Çaşqın olduqları üçün onlar sağlam hüceyrələrə də özlərini öldürmələrini əmr eləməyə başlayırlar. İmmun hüceyrə gəldikcə, onlar həm də sağlam ağciyər toxumasını öldürür. Bu o qədər pisləşə bilər ki, bərpa olunmayan daimi ziyana səbəb ola və ömürlük əlilliyi apara bilər. Əksər hallarda immun sistemi yavaş-yavaş nəzarəti bərpa edir. Yoluxmuş hüceyrələri öldürür, yenilərini yoluxdurmağa çalışan virusları tutur və döyüş bölgəsini təmizləyir. Sağalma başlayır. Ağciyərdə belə bir alveollar var. Orada qanla oksigenin təmas səthləri var. O qanla oksigenin təmas səthləri azalır və oksigen çatınmazlığı, tənəffüs çatınmazlığı yaranır. Ona görə də bu insanlarda əsas şikayətlərdən biri təngi nəfəslikdir. Temperaturdan başlayır,
İyi bilmə, qoxu bilmənin hələ nəyə görə etdiyi iş məlum deyil. Bu nəyə görə baş verir? Və proses tənginəfəsliyə keçəndə artıq təhlükə hiss olunur. Yəni evdə müalicə olunan, yəni özünü qrip kimi, soyuq dəymək kimi müalicə edən adamlarda tənginəfəslik olan kimi buradan artıq təcili sos başlayır ki, mən tənginəfəsliyim. Bu ciddi siqnal. Doktor, bəs bu kristallaşmadan sonra onun nəsə bir qalıqları qalır orqanizmdə, yoxsa insan tam bərpa ola bilir? Bu SARS-CoV-2 infeksiyası indiyənə qədər tam öyrənilməyib. Öyrənirlər və get-gedə təcrübədə artır. Və bu son... Sanki virus özü də mutasiya edir, elə bil nəsə dəyişilir. Təbii, hər şey mutasiya edir. Viruslar da mutasiya edir, bakteriyalar da mutasiya edir. Sadəcə maraqlı buradadır ki, dünya alimləri də bax, bu virus çox sürətlə mutasiya edir. Və bu cür sürətli mutasiya deyirlər ki, təbiətin mutasiyası deyil bu. Burada nəsə başqa amillər də var. Ola bilər dalğalar, radioelektrik dalğalarıdır, radiomaqnit dalğalarıdır, günəş şüasının aktivləşməsidir, istilik artmasıdır. Bu da bütün ətraf mühit ekologiyada təsir göstərə bilər. Hələ heç kim bunun haqqında qərara gəlmir. Amma burada bir şey əldə edirlər ki, bu deyirlər 90% deməli buzlu şüşə sindromudur da bu. Kristallaşma. Bu məsələ burada da öyrənər ki, o özünü bərpa edir. Və bu cür dağılmış ağciyar özünü çox maraqlı dərəcədə bərpa edir. Yəni bakteriyal və yaxud qrip virusu infeksiyası dağıdanda, vərəm dağıdanda ki, fibroz əmələ gəlir, o özünü elə sürətlə bərpa eləyə bilmir. Onlar uzun müddət tənəffüs çatmadı. Amma burada o özünü bərpa eləyə bilir. Yəni bu bir tərəfdən yaxşı faktdır. Bəli, çox şükür. Deməli, Bəhram Bağırzadə də... Dedim Bəhram Məhəmməd, dedim siz bərpa olursunuz. Bəhram Qızaq kulisimi bir söz dedim Bəhram müəllimə. Dedim Bəhram müəllim, siz sağlam insansınız. İradəsi möhkəm olan adamsınız. Siz immuniteti də yüksək olanı. Siz bilirsiniz niyə yoluxdunuz? Sizə çək artıqlıq var. Bu koronavirus adamı bizə hardan vurur? Harada sənin yanaşı xəstəlik? Mənim şəkərim var idi, məni oradan vurdu. Doktor, üzr istəyirəm. Mən cənab Bağırzadədən soruşmaq istəyirəm ki, hansısa vərdişlərinizdən imtina eləməli olmusunuzmu? Bəli, mən artıq 20 ildir alkoqol qəbul eləmirəm. Yox, mən koronavirusdan sonraki dövrü deyirəm. Yəni ki, koronavirus nəticəsində Məndə koronavirusdan qabaq idi. İçki içmirəm, alkoqol 20 ildir. Siqaret də 12 ildir çəkmirəm. Həkimlər də mənə deyir ki, o da sənə kömək elədi ki, sən bunları etmirsən. Yəni, siqaret çəkən olsaydım, bəlkə də məndə böyük problemlər, fəsadlar belə bilərdi. O ki, qaldı koronavirus xəstəlik keçəndən sonra mən həyat tərzimi dəyişmişəm. Bəli. Mən artıq saat 10-da axşam gedirəm yatmağa. Axşam saat 10-da. 22:00 gəlirəm yatmağa. Səhərlər də saat 5-də, 6-ın yarısı. Dəyişilib də. Dəyişmişəm. Vaxtı-vaxtı yatıram, vaxtı-vaxtı yemək yeyirəm. Səhər yeməyini, günorta, axşam və porsiyanı 4 yerə bölmüşəm. Siz bayaqları gəzəndə mən nəsə yerişinizdə belə... Yerişimdə bəli problemlər var. Çünki əzəllər, hələm müəyyən əzəllər var ki, gəlmir yerinə. Çəkirəm və nə deyil olmalı, belimdə də ağrılar var. Bu 20 günkü komadakı qalır adam, əzələlər işləmir. Düzdür, orada tibb personalı onu masaj eləyirlər, işlədirlər. Əzələlər işləməyəndə müəyyən atrofiya gedir. O, sonra reabilitasiya dövründə bərpa olunmalıdır. Siz bugün sağlamsınız, amma reabilitasiya dövrü keçirməlisiniz. Biz yəqin ki, həkimlərimizin fədakarlığını da xüsusi qeyd eləməliyik. Və həkimlərimiz arasında da koronavirusdan dünyasını dəyişənlər olub. Ümumiyyətlə tibb işçiləri arasında. Mən təəssüf ki, mediada çox ziddiyyətli rəqəmlərə rast gəldim. 15 nəfər, 40 nəfər, hətta 120 nəfər. Doktor, sizdə dəqiq məlumat varmı bu haqda? 120 nəfər tibb işçisi. Kənisi 120 nəfər? Tibb işçisi. Mən bir yenə dedim. Tanıdığınız həkimlər varmı dünyasını dəyişənlər? Bəli, bəli, Allah onlara rəhmət eləsin. Onlar doğrudan da fədakar insanlar idilər və onlar da bilirsiniz, bu koronavirus çox maraqlı bir xəstəlik. Birinci, uşaqlarla iş yoxdur. 30 yaşına qədər gəncləri çox az döyür, əgər onların ciddi yanaşı xəstəliyi yoxdursa. Mən bir dəfə bu sözü ifadə elədim, sonra da onu götürdüm, amma yenə istəyirəm deyəm.
koronavirus elə bir insan cəmiyyətinin sanitarıdır. Nə qədər yanaşı ağır xəstəliyi olan adam var, onu aparır. Şəkəri olan 1, piyələnməsi olan 2, hipertoniyası olan 3, qaraciyər böyrək çatmazlığı xəstəliyi olan 4. İndi burada bir çox ölüm halları dedik. 1 milyonda 55 adam. İndi gəlin ölçək, görək. Koronavirusdan sonra görəcəyik ki, ölüm halları azalıb. Niyə azalıb? Nəyə görə? Koronavirus yoxdur, amma sürətlə azalıb. Niyə azalıb? Çünki yanaşı xəstəlikləri olan adamı koronavirus apardı. Sizcə bizim səhiyyə sistemimiz bu pandemiyaya nə dərəcədə hazır idi? Bilirsiniz, mən sizə bir söz deyim. Azərbaycanın səhiyyə sistemi son 25 ildə çox inkişaf edib. Mən bu işin içindəyəm. Mən 1989-cu ildə Moskvadan gəlmişəm və orada bərbad bir gündə idi Azərbaycan səhiyyə sistemi. 0. 20 yanvar, 1-ci, 2-ci Qarabağ müharibəsi illərində həddindən artıq pis idi. Bir palatda 12 xəstə yatırdı. Orada da yemək pişirirlər, orada da yitirirdi. Mən hələ koronavirus dövrünə qədər bizim səhiyyə sistemi artıq düzəlmişdi. Ötürən prezidentimiz bir yaxşı söz dedi. Təzə yeni klinikanı açanda. Dedi, mən bu klinikanı tikdirəndə çox adam mənə dedi ki, neyinirsiniz, bizim çarpaylarımız ehtiyat var. Mən dedim ki, yox, tikək. Vaxtı gəldi, zamanı gəldi, yeni klinika göstərdi ki, təcrübə göstərdi ki, bu artıq var. Yəni, bizim ehtiyat çarpaylarımız var idi, komandamız var idi, müəyyən adekvat reaksiya verə bilmişdik. Ona görə də biz ona qələbə çala bildik. Və yaxud sizin dediyiniz statistik göstərdi, onu göstərdi ki, Azərbaycan səhiyyəsi baxmayaraq ki, 2 yerə bölünüb ayrı-ayrılıqda fəaliyyət göstərdi. Amma yenə də Azərbaycan səhiyyəsi koronavirus pandemiyasından az itki ilə çıxdı, belə deyək. Çox yaxşı. Bəs onda niyə biz Kubadan, Çindən həkimlər gətirdik bura? Onu dövlət gətirməyib. Onu şəxs adamlar gətirib özünün, bəlkə də... Əgər hər şey yaxşıydısa, onda niyə gətirdilər? O boş söhbət idi. Onlar, birincisi, hər bir Kubadan gələn adam yanında bir dənə tərcüməçi olmalıydı. Buna nə qədər rast qaldı. İkinci də Kubadan gələn mütəxəssislər bizim Azərbaycan mütəxəssisləri qədər bilmirdilər. Deməli, hesab edirsiniz ki, bu yanlış haldır. O dövlət tərəfindən olmamışdı axı. O səhiyyə sistemi. Onu müəyyən bir inisiativ... Səhiyyə sistemi deyəndə biz təşəbbüs qrupu eləmişdik. Dövlət qurumlarını yox, həm də özəl qurumlarını nəzərdə tutmalıyıq da. Onu eləmişdi və Səhiyyə Nazirliyi yox demədi. Mən üzr istəyirəm ki, siz sözümü kəsirsiniz, amma mən hələ də danışıram. Səhiyyə sistemi deyəndə biz təkcə dövlət müəssisələrini yox, həm də özəl müəssisələrini nəzərdə tuturuq. Ona görə mən səhiyyə müəssisələri haqqında, səhiyyə sistemimiz haqqında sual verəndə, təbii ki, bunu bütövlükdə bizim səhiyyə sistemimizlə əlaqədar verirdim bu sualı. Bəs yaxşı, mən düzmü başa düşdüm ki, siz deyirsiniz ki, bizim səhiyyə sistemimiz bu pandemiya ilə əlaqədar heç bir problem yaşamır, yaşamadı və inşallah da yaşamayacaq. Bizim səhiyyə sistemimiz problemlər yaşadı. Hansı problemləri yaşadı? 2009-cu ildə Amerika Birləşmiş Ştatları... Yox, gəlin qayıdağın 2020-ci ilə. Yox, problemlər yaşadı. Problem yaşamaq 2020-ci ildən danışırıq. Birinci, ilkin olaraq təşkilatı problemlər. Nədə özün göstərirdi bu? Yəni, mən bir söhbət elədim. Mən Azərbaycanda yeganə professor idim ki, COVID-19 xəstələrinə könüllü surətə getdim, başladım onlara xidmət göstərməyə. Niyə görə? Çatışmırdı həkim, yoxsa? Çünki mən inisiativanı görürüm. Mən nümunə göstərmək istəyirdim. Və məndən sonra da heç bir professor yenə gelib ondan məşğul olmayıb. Bilavasitə xəstələr. Nümunəniz keçmir. Deməli, bizim nümunə göstərməyimiz yox, müəyyən səbəbləri yoxdur. Amma burada cavanlar daha aktiv oldular. Yaşlı nəsil, deyək də belə 50-dən yuxarı olan mütəxəssislər çox pasiv mövqe tutdular. Hətta bilavasitə bu işə rəhbərlik eləyə biləcək insanlar da qaçıb gedib bağlarda, rayonlarda gizlənməli oldular. Yox, mənə belə gəlir ki, o rayonda, bağda və s. o gizlənən dediyiniz insanlar
Onlar elə belə baxmayaraq ki, onlar elə deyirdilər, amma onlar elə belə deyildi. Çünki onlar özlərini sanki lazımsız hiss etmişdilər. Onlara qulaq asan yox idi, onların məsləhətləri heç kəsə lazım deyildi. Nəysə, Mən sizin bu fikrinizə razı deyiləm. Onlar özləri də öz tərəflərdən inisiativa göstərmədilər. Bunu açıq demək lazım. Düzdür, siz deyən fakta var. onda siz deməli bizim həkimlərimizi günahlandırırsınız ki, Yox, mən həkimləri günahlandırım, ayrı-ayrı fənləri günahlandırırım. Ayrı-ayrı professorlar, bu sahədə məşğul olmalı professorlar. Onları günahlandırır. Yəni deməsinlər ki, bizə diqqət yetirmir. Mübariz Əliyevə yalvarmışlar ki, gəliyə məcbur eləyən validi ki, gəl xəstələrə qulluq. Bir inisiativa göstərildi. Gələydi mənim kimi xalatın geyinədi ki, xəstələrə qulluq eləyərdi. Və heç kim onun adını pis hallandırmazdı. Yoxsa mənə fikir vermədilər, mənimlə razılaşdırmadılar, mənlə. Biz həkimlər yığışmışıq, bir inisiativ qrupa yaratmışıq. Öz təkliflərimizi veririk bizim qərargaha da. Biz onlar Zoom-la bir yerdə konferanslar keçiririk. Yəni fədakar həkimlər var. Amma o adamlar ki, özləri deyir ki, məni eşitmədilər, mənə fikir vermədi. Mənim fikrimlə razı. Sən gəldin, fikrimi dedin, sənin fikri işdən olmadı. Mənim sizi bura yığmaqda məqsədim odur ki, sizinlə işləmək çox çətindir. Sizdən adam olmayıb, olmayacaqlar. Götürək elə mənim bu bacım oğlum Makindoji. Qurban əmi düz deyir. Kollektivin qeydinə qalmaq lazımdır. Sən kollektiv elə söz verəndə danışarsan. Otur. Vallalıq eləmə. Sən öz dərdimə qal bildin. Hələ mən səninlə sonra danışacağam. Cənab Şükürov, bəs incəsənət adamları necə? Pandemiya dövründə hansı çətinlikləri yaşadılar və yaşayırlar? Rasim müəllim, bilirsiniz, hamı necə biz deyilə, biz belə deyək. Mən sizə deyim, deməli, bu yaxınlarda BMT açıqlama verdi ki, Azərbaycanda 42% insanlar sırf bu, belə deyək də, toy biznesində çalışan insanlardır. 42%? Bəli. Bura aiddir. Biraz çoxdur. Yox, bura aiddir. Yəni internetdə də var. Bura aiddir. Böyük rəqəm gəldi. Yəni bu söhbət müğənnilərdən gelmir, biz olaq indi bir 100 nəfər. Afisantlar. Vəssalam. Bundan əlavə gəlir elə o ofisantlardır, odur, qabiyandır, nəm fotoqrafdır, sonra ev satandır, paltar satandır. Evi, əgər sən evlənirsənsə, deməli ev almalısan, ev alandan sonra onu təmir eləməlisən. Bura sement də gedir, onda bütün taksi sürücülərlə də bura daxil eləmək. Bəli, o mümkün deyil. Yəni hamı bir-birinə. Çox geniş yanaşma. Yox, xiyardır, pomidordur, göyərtidir və ətdir. Bunlar bilirsiniz nə qədər batdı. Onda bunu belə deyək də, 42% bu sferada çalışanlar yox. 42% əhalinin bu sferaya dəxli var. Onların hansısa bir iştirakı var. Cüzi də olsa. Və şəxsən məni ilk növbədə bu sualımla, ilk növbədə məni maraqlandıran incəsənət adamlarıdır. Və siz özünüz şəxsən hansısa bir çətinliklər yaşadınızmı? Bizneslə əlaqədar, öz iqtisadi vəziyyətinizlə əlaqədar? Biznes deyəndə, açığı deyim, belə bir biznesdə olmayıb, amma o ki qaldı mənim öz işimə. Əlbəttə ki, əgər Ədalət Şükürov 7 ay işləmədisə, deməli, mənim 5 işçim var da, onlar da maaş almadılar. Belə deyim, mən bacardığım qədər 3 ay onlara maaş verdim, sonra 1 ay maaşın yarısını verdim, sonra da... Bunu siz verdiniz, yoxsa hökumət tərəfindən? Mən şəxsən özüm verdim. Hökumət tərəfindən nə isə bir... Hökumət tərəfindən, yəni mən 2005-ci ildən vergi ödəyirəm. Və zəng elədilər, dedilər ki, sizə də bir pay düşür. Mən də o pay aldım. Əlbəttə ki, o da... Məbləği deyə bilərsiniz? 1000 manat. 1000 manat, o 1000 manat da paylandı indi işçilərə. Yəni, mən sizə deyim, 7 ayda mən və mənim kollegalarım doğrudan da, yəni, mənimlə 5 nəfər çalışır, başqası ilə 5 nəfər işçilərdir, musiqiçilərdir, ansambldır. Yəni, bu hər bir, belə deyildi, bir 10 nəfər musiqiçi var və s. Ona görə də bizim də işimizə çox ciddi zərbə dəydi və o ki qaldı biznesə, siz özünüz gördünüz ki, dükanlar bağlı idi, məsəl üçün şirkətlər bağlı idi. Təbii ki, amma qaydaq yenə də mən istəyirəm bu toy biznesinə və bilavasitə bizim bu musiqiçilərin
vəziyyətinə. Bilirsiniz, hətta bizim bir tanınmış virusoloqumuz belə bir ifadə işlədib ki, toylar bitdi, gedin özünüzə təzə peşə tapın. Mən sizə deyim, bir çox mən tanıdığım musiqiçilər mənə zəng elədilər ki, Ədət mənə biz artıq kimsə taksi sürücüsü işləyir, kimsə bazarda işləyir, kimsə... Əlbəttə, 7 ay ərzində əgər bunun başqa bir işi yoxdursa, o məcburdur. Bəli, məcburla. Ona görə də başqa bir iş axtarmaq deyəndə açığı deməli, o işlər daxı işləmədi. Yəni, amma indi siz indi hər tərəfli insansınız. Hətta dizaynerliyiniz də var, iqtisad elmləri namizədisiniz və s. Amma bir sıra insanlar var ki, onların qazanc yeri sırf toylardır. Bəli. Sırf toy musiqiçiləri var onların arasında. Əsas çətin vəziyyət onlardadır. Onların alternativ görə biləcəyi işlər nə ola bilər sizcə? Alternativ iş yoxdur və bilirsiniz necə, Azərbaycanda... Taksi sürməkdir də qalır. Mən də deyim indi sizə, kimsə bazarda işləyir, kimsə yük daşıyır, kimsə taksi sürücüsüdür və ümumiyyətcə bizim Azərbaycanda siz bilirsiniz ki, hər bir valideynin böyük arzusudur ki, toy olsun. Hamımızın. Ona görə də yəni bizə toya yanaşma, ümumiyyətcə mentalitet başqadır, çox ciddidir. Ona görə də yəni o bizim millətə toy yaraşır, şən günlər yaraşır. Yəni biz doğrudan da gözəl milləti, yaxşı milləti heç kimi xətrinə dəymir. Niyə ki yaraşmasın? Və yaxşı olardı ki inşallah bu mənə elə gəlir ki noyabrın əvvəlindən hər şey yaxşı olsa, hansısa bir qaydalara uyğun toylar açılsa yaxşı olardı. Yenə də deyirəm, məsafə saxlayıb, gigiyenadır və maska mütləq. İnşallah. Amma toyun necə, nə tər keçirilməsi mənə belə gəlir ki, bu biraz belə deyək də formal məsələdir. Məzmun məsələsi deyil. Bizim Azərbaycan toyundakı o bəy gəlini qucaqlamadı, öpmədi. Amma bilirsiniz, bu son dövrlərin mənə belə gəlir ki, daha çox adətləri idi bunlar. Bunu sanki həmən o sferada çox insanların çalışmasını da bunu elə bil ki, bu bir sosial sifariş əsasında elə bil ki, yaranmışdı bu. Çünki, məsələn, mən öz gəncliyimi yadıma salsam, məsələn, bizim vaxtlarımızda 70-ci, 80-ci illərdə... Balaca toylar idi. Bəli, bir o qədər də çox dəbdəbəli keçmirdi bu toylar, mağaralarda keçirdi toylar. Hər adamı da toya dəvət eləmirdilər. Bəli. Sizcə müğənnilərin və ümumiyyətcə bu toy biznesində iştirak edənlərin tarifləri, qiymətləri düşəcək, yoxsa? Yox, qiymət düşməyəcək. Mənə elə gəlir ki, toyda deməli, siz öz qiymətinizi salmağı düşünürsünüz? Mən şəxsən yox və mən inanmıram ki, kimsə, bilirsiniz incə necə, bu 7-8 ay toy olmuyor. Bu ki, toylar başlasa... Əvəzin çıxmaq lazımdır. Yəni, toylar demək olar hər gün olacaq. Yəni, mümkün deyil. Belə baxsa 8 ay cavanlar da gözləyir, valideynlər də. Siz hətta belə fikirləşirsiniz ki, qiymət qalxa da bilər. Yox, qalxmayacaq. Mən deməzdim, amma salmağa qiyməti mən inanmıram ki, kimsə qiymət salacaq. Toyun şərtləri dəyişəcək. Məsəl üçün, əgər sən əvvəl 500 adam çağırırdınsa, artıq çağıracaqsan 300 adam. Mənə elə gəlir. Yəni, indi siz təsəvvür edin... 300 adam da çoxdur məncə. Olsun 200. İndi, məsəl üçün, şərt belə olsa ki, yox, toy mütləq olmalıdır 100 nəfər. Bizdə o alınmayacaq. Niyə? Ona görə ki, adam da deyir, məsəl üçün, mən toy eləyirəm, mən gedmişəm başqa adamların toyuna da. Mən istəyərdim, onlar iştirak eləsin. Və yaxud o adam səndən inciyəcək, deyəcək ki, məni niyə məclisə çağırmaz? Əvəz məsələsi. Yəni, mən də istəyirəm sənin balavın toyunda iştirak edeyim. Başqa bir adam deyəcək ki, bu nə toy oldu, 50 nəfər. Bax, bu məqamlar yanınca çıxacaq. Əgər bu rəsmi bir qayda qoyulacaqsa, onda heç kəs buna irad bildirməyəcək ki... Yox, əlbəttə, o ki, əlbəttə ki, o masaların... Rasim bəy, burada yəqin orada seçmə gedəcək də. Artıq profesional müğənnilər öz yerində oturacaqlar. Oradan-buradan yalandan oradan girənlər onlar aradan çıxacaqlar. Yəni, Ədalət müəllim mənim uşaqlıq dostumdur. Biz bir məhəllədə böyümüşük. Ədalət müəllim profesional bir sənətkar üçün heç qorxusu yoxdur. İstəyir 500 nəfər olmasın, 100 adam olsun, 200 adam olsun. Mübariz mənim deyil, burada da sanitariya söhbəti var. Aysa, o sanitariya söhbəti. Bu özü də böyük şərtdir ya, bu da sanitariya.
Amma o adamlar ki, təsadüfən gəlib belə əldən mikrofon keçib, belə nə bilim oxuyur necə gəldi, onlar yəqin ki, aradan çıxacaqlar. Amma professional müğənnilərdir, professional incəsənət adamlardır. Bunlar öz yerindədirlər. Bunların professionallığı itməyəcək. Qoy professor ürəyin boşaltsın da deyirəm. Əşi, o qədər qəliz danışırsan ki, bilmək olmur ki, ne dirsən. Mən özüm Tarix Nadir kitabını yarısına qədər oxumuşam, amma sənin dediğini anlamıram. Bu bir savadlar hardan başa gəlir? Təşəkkür edirəm. Bəs cənab Bağırzadə, biz bilirik ki, sizin müalicənizlə əlaqədar Heydər Əliyev fondu sizə kömək eləmişdi. Bəs artıq müalicəniz bitib, işə qayıdırsınız. Biznesiniz, naşir kimi fəaliyyətiniz və s. burada vəziyyət necədir? Birinci növbədə mən minnətdarımı bildirmək istəyirəm fonda, Heydər Əliyev fonduna və birinci növbədə Mehriban xanıma. Çünki Mehriban xanım həmən o gecə qərar verməsəydi, yardım əlini uzatmasaydı, mən də sizin studiyada oturub Xəbəriniz var ki, neçəyə başa gəlib bu? Yox, o mən yalan deyərəm. Təxmini də olsa bilmirsiniz? Təxmini də heç bilmirəm. Doktor, siz necə bilirsiniz, təxminən belə bir müalicə neçəyə başa gələ bilərdi? Mən onu bir də deyə bilərəm ki, Respublikada, Azərbaycanda ilk insan, vətəndaş mənəm ki, hansı ki, ECMO aparatına qoşuldu və ECMO aparatı həm özü bahadır, həm də onun istifadəsi çox Bəli. Yəni ki, aparatdan çox istifadəsi o ampulaların 200 min keçər. Yəni o qədər Bağırzadənin azayın. müalicəsinə xərclənən məbləğ 200 mini keçər deyir. Elə təkcə Niyə belə bahadır? Avadanlığı bahadır. Yox, avadanlığı Bu kontingent almağın pulu insanlar üçün demirəm. bahadır. Bizdə Paşayev, Cavid müəllim, o da onun ki. Mən bir müraciət yazmışdım, bayaq çox gözəl dediniz, bir müraciət yazmışdım sosial şəbəkədə ki, Cavid Paşayevdən xahiş edirəm, götürün nəzarətə, o da vəziyyət ağırdır. Səhərisi gün reaksiya eşitdim, sonra mənə deyirlər ki, sən yazdığını eşitdilər. Deyirəm ki, onu doğrudan da eşidirdilər. Cavid Paşayev də orada da söhbət 200 mini keçir. Doktor idi. Onun xərci, mən siz bilin, səhiyyənin xərcləri çox böyük. Bu dediyiniz avadanlıq xərclərini mən saymıram. Avadanlıqdan girmir. Onun müalicə, dərmanları, həkim, dərmanlar çox baha idi. Siz təsəvvür edin ki, gündə 3 dəfə briqada dəyişir. Hər dəfə bunlar geyim paltarları da bahadır, dəyişirlər. Tibbi personal 3-5 dəfə çox maaş alır. Hamısını hesablayın. Görün nə qədər pula vurur. Bu məsələyə qayıdacağıq, doktor. Cənab Bağırzadə, bəs bu müddət ərzində evdə, işikdə vəziyyət necə idi? Yaxşı, şükür Allaha. Bir dənə problemlə nə üzləşdik ki, bizim teatr işsiz qaldı. Aprel ayının ortalarında bizim konsertimiz olmalı idi Heydər Əliyev sarayında. Konsert 7 gün olmalıdır, alınmadı. Yəni biz oradan bəhrələnirdik, oradan qazancımız olurdu. Ən azı 6-7 ay dolanırdıq da hər bir aktyor, təqribən 60-70 nəfər. Konsert olmadı, kinolar olmadı, reklamlara çəkilmədi, vəziyyət çəkdi. Amma mən bir dənə mənə kömək oldu ki, mən son vaxtlar kitab istehsal edirəm, kitab yazıram və mənim kitablarım satılır, şükür Allaha. Və ən maraqlısı odur, efir vasitəsi demək istəyirəm ki, ilk kitablarımın sponsoru Rasim müəllim olub. Mətbəədə işləyəndə ən birinci 10 kitabın elə demək olar ki, sponsor Rasim müəllim idi. Onda imkanları lap yaxşı idi. Mətbəənin demək olar ki, rəhbəri idi, köməkli eləyirdi. İndi də həmən kitabları artıq 40-a yaxın kitabdır uşaqlarla bağlı. Yəni mən bilməm, doktor siz bilirsiniz. Bu kitablara görə hansısa bir dəstək var mı? Var. Hamısı bilir ki, mən sırf uşaqlarla məşğulam. Uşaq kitabları istehsal edirəm. Bu ayrı-ayrı şəxslər tərəfindən. Bəli, ayrı-ayrı şəxslər tərəfindən. Sağ olsunlar. Sağ olsunlar, şirkətlərdən söhbət. Məsələn, cənab Şükürova hökumət 1000 manat verdi. Sizə necə elə bir yardım olunmayıb biznesinizlə əlaqədar? Yox. Dövlət tərəfindən yox. Amma dövlət... Amma fərdi sahibkar kimi məncə müraciət edə bilərsiniz. Eləyə bilərəm, amma ehtiyac yoxdur da, eləmirəm. Şükür Allah'a. Ən əsas odur ki, eləmirəm, amma şərait yaradırlar, şükür Allaha. 900 manat da mənə verdilər. Deyəsən, ən çox qabaq düşən məhz siz olmuşsunuz. Əmək haqqınızı deyir, neçə dəfə qaldırıblar? Mən professoram, 1650 manat mənim maaşımdır. 500 manat klinikada şöbə müdür olduğuna 2115-150 manat Maşallah. mənim maaşımdır.
5 qat 5-ə vuranda 10 minə çıxır, deyilmi? Bəli. Mənə 900 manat pul kartım oturdu. 9 Mən min. pula görə getməmişdim. Amma 9 min almısınız. 900 manat. Ha. E, Heç 2 misli də olmadı. bu hər ay əlavə Yox, bir ay mən orada oldum. Bizdə də. Bir ay. Hə, siz bir ay öz təşəbbüsünüzlə Yox, mən öz getmişsiniz də. təşəbbüsümlə getdiyimə görə pula görə getməmişdim. Amma indi o qanunlara görə o 5-ə vurulmalı idi. Çünki mən bilavasitə xəstə kontingent edəmədim. Bu məni maraqlandırmadı. Əsas mən vicdanımın qarşısında təmiz. Yox, indi əlbəttə siz professor kimi çox yüksək sosial şəbəkədə aktiv əmək çıxış haqqınıza görə- edirdim. 4 apreldə mənim bir çıxışım oldu pandemiya ilə əlaqədar. Yarım milyon ona prosmotr olmuşdu. Biri yazmışdı ki, niyə gedib xəstələrə qulluq eləmirsən? Mən də ona yazmaq istəmədim ki, axı mən cərraham, infeksiya üzrə. O söhbətə görə, o milyonlardan biri bir söz demişdi, ona görə getdim ora. Həm də istədim ki, vicdanımın qarşısında təmiz olam. O, bəzi bizim mütəxəssislər var ya, professorlar, dedilər bizə eşitmirlər. Yəni, mənlə işləyərdin, sən də işlərdilər. Amma mən mediada belə bir məlumatla rastlaşdım ki, həkimlərin hətta özlərinin yazdıqlarını da oxudum orada ki, onlara bu hökumət tərəfindən söz verilən əmək haqqının artırılması və s. icra olunmayıb. Olmayıb. Siz də rastlaşmışsınız? Bir mən. Mənim bütün kollegalarım, hamısı. İyun ayından maaş alınmır. İyun ayı. İyun, avqust, sentyabr. 3 ay maaşını almayıblar. Bu öz maaşlarını almayıblar, yoxsa əlavəni almayıblar yəni də ancaq? Öz maaşlarını alıblar, əlavəni almayıblar. Əlavəni almayıblar. Və bununla əlaqədar nə gözlənilir? Rasim müəllim, bilirsiniz nətər? Mən orada indi kollektivdə bir yerdəyik. İndi həkim heç mən həkimi qoydum qırağa. Yəni bir müraciət olunub mu? Bacısına deyirdim ki, sən mən belə gəlmişəm. Sən nəyə gəlmişəm? Deyib, bilirsən, mən deyir, 1000 manat borc götürmüşdüm, mebel almışdım, ya nəsə almışdım, uşaqlara nəsə almışdım. İstəyirdim onu tez qaytaram. Ona görə gəlmişəm ki, 3 qat maaşım, 5 qat maaşım artsın, mən kreditimi bağlaya biləm. Mənə onlar üçün biraz utandım. Çünki onların mənə o 900 manatı verməsən də olardı. Bunu klinikanın rəhbərliyi nə ilə izah edir ki? Klinika rəhbərliyi deyil bu. Bunu təbib və təbibdən yuxarı olan təşkilatlar. Yəni, onlar məşğul olmalıdırlar bundan. Yəni, belə pandemiya dövründə hər hansı bir tip işçisinin hüquqlarının pozulması bu gələcək mübarizələrdə, bu cür pandemiyalara qarşı mübarizələrdə ruh yüksəkliyini azaldır. Ona görə də hər bir konkret hallarda tibb işçilərinin gərək o fədakar əməyini, qəhrəman əməyini gərək heç olmasa qiymətləndirməyi bacarasın. Biz müraciət eləmişsinizmi və Səhiyyə Nazirliyinə, ya təbibə, ya nə deyirlər sizə? Ən böyük təşkilat hansı? Nazirlər Kabineti yanında operativ qərargah. Biz təxminən bir 30 nəfər professor, doçent və o cümlədən də media işçiləri biz müraciət eləmişik. O da sosial şəbəkələrdə yayılıb. Özü 2 dəfə müraciətimiz oldu. Nə cavab aldınız? Heç bir effekt olmadı. Cavab olmadı, yeridir bile. Heç cavab da olmadı. Bəlkə siz elə sosial şəbəkədə elə belə paylaşmışsınız. Məktub halında da göndərildi və sosial şəbəkədə də paylaşıldı və bəyənildi. Amma reaksiya olmadı. Niyə bilmirəm. Sizcə bu təkcə sizin başınıza gəlib, yoxsa bu kütləvi hal alıb belə bir? Kütləvi hal alıb. Amma mən sizə bir dənə yaxşı bir məlumat deyim ki, bu dəqiqə bu Fövqəladə Hallar Nazirliyinin ki, Səyyar Poliklinikası tikilib. Məsələn, həkimlər oradan çox razıdırlar. Tibb bacılarına orada standart maaş verir. 2000 manat. Çox razıdırlar. Deməli, yeganə nazirlikdir ki, o nazirlikdən cəmaət hamısı razılıq eləyir. Ki, bizim Fövqəladə Hallar Nazirliyi... Nazirlikdən yox, nazirliyin klinikasından. O nazirliyə baxır. O onlara baxır. Pulu oradan alırlar. O nazirlik hamının pulunu verir. Yəni, o prezidentimizin qərarını yerinə yetirirlər 100%. Yəni, demək istəyirəm ki, hər şey müəyyən qurumdan asılıdır. Qurumlar özləri də bir inisiativa göstərməlidirlər. Bir-birinizə baxmamalıdırlar. Bilirsiniz, 2 qurumu niyə yaradırlar? Səhiyyə Nazirliyi və Təbib. Rəqabət aparsınlar, bir-biri ilə yarışsınlar, özlərini göstərsinlər. Harada lazım oldu bir yerdə olsun. Amma bunlar nə edirlər? Bu onun məğlubiyyətinə sevinir, bu bunun məğlubiyyətinə sevinir. Elə bir-birinə badalaq vururlar. Bundan sonra bir dənə qurum bəs deyil. İqtisadi məsələlərə keçmişkən istəyirəm bir görüntülü bağlantımız var.
İqtisadçı jurnalist Əli Əhmədovla bu məsələlərin iqtisadi tərəflərini müzakirə edək. Əli Əhmədov, tanınmış jurnalist, 2001-2008-ci illərdə ANS TV-də və ANS Çin radiosunda redaktor, aparıcı, departament rəhbəri və digər vəzifələrdə çalışıb, iqtisadçı ekspertdir. Hal-hazırda FedAz biznes maliyyə portalının rəhbəridir. İqtisadi jurnalistikada obyektivliyi və yenilikçiliyi ilə seçilir. Cənab Əhmədov, bütün dünyada hal-hazırda böhran, iqtisadi böhran, işsizlik və s. baş verir və Azərbaycan da bu proseslərdən kənarda deyil. Üstəlik neftin qiymətinin düşməsi, pandemiyanın Azərbaycanın 2020-ci ildəki iqtisadi göstəricilərinin dəyişməsi ilə əlaqədar, bu göstəricilərə təsiri ilə əlaqədar nə deyə bilərsiniz? Təşəkkür edirəm suala görə. Deməli, Azərbaycanda siz nə qeyd etdiyiniz kimi pandemiya bütün dünyada olduğu kimi Azərbaycana da öz mənfi təsirini göstərib. Əvvəllər Azərbaycanda dünyadakı böhranlar nəticəsində belə böhranlar yaranırdı. Amma bu indikindən əvvəlkilərdən fərqlidir. Yəni söhbət təkcə neftin qiymətinin ucuzlaşmasından və gəlirlərin azalmasından getmir. Söhbət ümumiyyətlə bütün biznes sektoruna təsir edən böhrandan gedir və bu da dünyada olduğu kimi Azərbaycanda da özünü göstərib. Yəni neftin qiymətinin ucuzlaşması, turizm sektoru, yaşayış sektoru və məhdudlaşdırıcı tədbirlər nəticəsində nəqliyyat sektoru digər ölkə iqtisadiyyatında özünə məxsus payı olan və multiplikator bir effekti olan toy və məclislərin biznesi, bunlar çox böyük zərər çəkdilər və bunlar özləri də ölkənin iqtisadiyyatında özünü göstərdi. Məsələn, deməli, Azərbaycanda ilk 7 ayda deyək 2,8% iqtisadi geriləmə baş veribdir. Düzdür, geriləmənin sürəti biraz azalıbdır. Əvvəlki ayda 2,7% idi, indi isə 2,8%. Yəni nisbətən bu azalma var sürətin, amma yenə də azalma var. Bu qeyri-neft sektorunda 1,6% azalma var. Neft sektorunda isə 4,5% azalma var. Məsələ ondan ibarətdir ki, söhbət təkcə dünyada neftin qiymətinin azalmasından getmir. Mən onu da xatırladım ki, dünyada bizdə indi bu ilin əvvəlində neftin qiyməti 55 dollardan götürülmüşdü. Amma sonra qiymətlər çox kəskin azaldı. İndi isə büdcədə dəyişikliklər nəticəsində 35 dollardan götürülübdür. Söhbət təkcə neftin qiymətindən də getmir. Azərbaycanın üzləşdiyi problem həm də neftin hasilatının azalmasından gedir. Çünki OPEC ölkələrlə əldə edilmiş razılığa əsasən bütün ölkələr öz hasilatlarını azaltdılar və Azərbaycan da ilin əvvəlində planlaşdırdığı həcmdən daha az neft hasil etməyə başladı ki, yəni ümumi olaraq dünyada neftin qiymətinə təsir etsin, sabitləşsin və buna görə də neftin həcmi də, istehsal olunan neftin həcmi də azalmaya başladı. Yəni bu özünü bir neçə tərəfdən Azərbaycan iqtisadiyyatında göstərmişdi. Müxtəlif sahələrə təsirindən dedikdə, məsələn, Azərbaycanda restoran biznesinin təqribən yarı-bayarı azaldığı bildirilir. Restoranların dövriyyəsi çox kəskin azaldı. Xüsusilə də Bakı şəhərində və digər mərkəz şəhərlərdə hansı ki, ənənəvi olaraq burada restoran biznesi böyük paya malik idi. Onlar azaldı. Toyların təxirə salınması ümumiyyətlə bir neçə sahəyə dolayısıyla təsir edir. Xüsusilə də kənd təsərrüfatına, ərzaq istehsalına çox böyük təsirini göstərdi və bunlar hamısı bizim Statistika Komitəsinin hesabatlarında özünü göstərməkdədir. Buyurun. Pandemiya dövründə banklar nə faizləri aşağı saldılar, nə hansısa bir kredit ödənişlərində güzəştlərə getdilər. Eyni şeyi demək olar ki, bütün ticarət şəbəkələri haqqında da demək olar. O vədəli mal satan ticarət şəbəkələrini mən nəzərdə tuturam. Hətta məhkəmə icraçıları da, onlar da heç bir güzəştə getmədilər. Sizcə, bax, bu cür halların aradan qaldırılması üçün hansısa inzibati yox, hansısa iqtisadi mexanizmlərlə bu proseslərə təsir etmək mümkündürmü? Mən bir məsələni sizin və dinləyicilərimizin diqqətinə çatdırım.
haqlı olaraq qeyd etdiniz ki, pandemiya dövründə banklar, bəzi banklar güzəştə getməmişlər öz müştərilərinə və eləcə də vədəli mallar satanlar ticarət şəbəkələri, amma bir hissəsi əlbəttə ki, güzəştə getmişdi. Burada həm Mərkəzi Bankın tövsiyəsi olmuşdu banklara, Mərkəzi Bank banklara göstəriş verə bilməz bundan bağlı, çünki onlar özəl təşkilatlardırlar. Tövsiyəsi olmuşdu və banklar ümumilikdə bu tövsiyəyə müsbət cavab vermişdilər və öz imkanları daxilində. Əslində qaydada da bu məsələ bankların özünə buraxılmışdı ki, onlar necə deyirlər, özlərinin imkanlarından asılı olaraq bu məsələdə güzəşt edib etmək. Məni daha çox maraqlandıran iqtisadi mexanizmlərdir. Yəni bu dediyiniz bu məsələlər inzibati yollardır və özü də tövsiyə xarakteri daşıyır. Amma hansısa iqtisadi mexanizmlər vasitəsilə tutalım ki, əgər kimsə öz müştərisinə güzəştliyə gedirsə, onun hansısa bir vergi imtiyazı yaranmış olsun və s. və s. Yəni belə bir iqtisadi yollarla təsir etmək mümkündürmü sizcə bu proseslərə? Bilirsiniz, hökumət əslində bu mexanizmin birini tətbiq etdi. Birincisi, onlar martın 10-na qədər krediti olan təşkilatlara bir il müddətinə onların kreditinin 10% qədər güzəşt tətbiq etdi. Yəni, tutaq ki, hansısa şirkət martın 10-na qədər kredit götürmüşdü, kredit faizi 20% idisə, onun 10%-ni dövlət ödədi. Bu, həmin o sahibkar üçün faydalı idi. Həm də bank üçün. Çünki bankın da riski yaranırdı. Sahibkar ödəyə bilməsə, bankda da riski yaranırdı və dövlət bu faizi ödəməyə başladı. Amma bu hansı banklara aid idi? Çünki, məsələn, mən dəqiq öz yaxınlarım arasında kredit borcu olanlar bilirəm ki, onların heç biri, heç bir imtiyaz, heç bir güzəşt banklar tərəfindən görməyiblər. Yox, mən deyim sizə, bu biznes kreditlərinə aid idi və martın 10-na qədər götürülmüş kreditlərə aid idi. Yəni istehlak kreditlərinə aid deyil bu, elə mi? Necə? İstehlak kreditləri aid deyildi. Hökumət əhalinin də böyük hissəsi bildiyimiz kimi istehlak kreditlərindən istifadə edir. Doğrudur, istehlak kreditlərinə aid edilib amma o məsələ banklara buraxılmışdı. Bunun səbəbi nədir və əslində mən də bu səbəblə çox razıyam. Çünki iqtisadiyyat üçün biznes kreditləri daha vacibdir, biznes daha vacibdir, nəinki istehlak. Çünki istehlak hər bir kəs üçün o qədər də böyük olmayan yükdür. Amma biznes krediti müəssisə üçün çox böyük, milyonluq bir yükdür və onun müflis olması, bankrot olması neçə nəfərin işini itirməsinə səbəb ola bilər. Bax, görürsünüz, bu mənə belə gəlir ki, üzr istəyirəm, bu mənə belə gəlir ki, biraz yanlış yanaşmadır. Nəyə görə? Çünki bütün bu iqtisadi proseslərin mərkəzində insan olmalıdır. Biznesin özü də insan üçündür, insanın istehlakı üçündür, insanın istehlak qabiliyyətinin artması üçündür, həyat səviyyəsinin yaxşılaşması üçündür, rifahının yaxşılaşması üçündür və s. Nəysə, mən istərdim ki, sizdən yəni bu sırf insanlarla, bizim əhalimizlə və özdə çox böyük hissəsi ilə bağlı olan bir prosesdən danışaq və bunun sizcə hansısa bir iqtisadi mexanizmləri varmı? Mən elə onu demək istəyirdim. Siz doğru qeyd ediniz ki, bütün proseslərin mərkəzində insan dayanmalıdır. Amma bir proqnozlaşdıranda son nəticədə biznesin bankrot olması da özü də burada işləyən insanların özünə də, ailəsinə də mənfi təsir edir. Əslində, normalda daha yaxşı olardı ki, dövlət həm istehlak kreditlərinə, həm də biznes kreditlərinə güzəşt edərdi. Sadəcə resurslar məhdud olduğuna görə hökumət biznes kreditlərini seçdi. Yəni bu iki seçim arasında başqa bir seçim getdi. Yenə də deyirəm, mənim fikrimcə bu daha düzgün seçim idi. Amma normalda hər ikisinə dəstək versə daha yaxşı olardı. Amma dövlət banklara məcbur eləyə bilməz ki, onlar öz vəsaitləri hesabına güzəşt eləsinlər. Çünki banklar da bir ayrı biznesdir. İkinci bir mexanizm vardı. Dövlətin buna başladığı mexanizm ondan ibarət idi ki, biznesə güzəştli kredit versin. Bu güzəştli kredit illik 15% ilə veriləcəkdi. Amma yarı faizin dövlət ödəyəcəkdi. 500 milyon manatlıq kreditdir. Bunun belə xüsusi bir cəhəti ondan ibarət idi ki, onun 60%-nə dövlət zəmanət verdi. Məsələn, bunu misalla deyim, tutaq ki, biz indiyə kimi 100 min manat kredit götürəndə 150 min manatlıq ev və ya obyekt girov qoyurduq ki, bu bizə bu krediti versinlər. İndi isə
cəmi 40 min manatın qarşılığında bir girov qoymalıyıq. Tutaq ki, 60 min manatlıq obyekt. Bu iş adamlarının bu krediti almağını asanlaşdırır. Amma mən sizə deyim, son vaxtlar biz belə də alırıq rəylər ki, banklar bu kreditləri çox ehtiyatla verirlər və həddən artıq imtina halları var. Nəyə görə? Çünki bizneslərin onsuz da vəziyyəti çətindir və onlar təzədən kredit istəyəndə banklar narahatdır ki, onlar bu krediti də qaytara bilməyəcəklər. Mənim fikrimcə daha yaxşı olardı hökumət əhaliyə güzəştli kreditlər təklif etməklə ünvanlı kreditlər onlara müxtəlif şirkətlərin məhsullarını almağa dəstək verərdi. Məsələn, Türkiyədə belə bir üsul tətbiq olundu. Bu nə idi? Türkiyədə ipoteka kreditlərinin faizini aşağı saldılar və çox böyük ipoteka kampaniyasına başladılar. Olduqca böyük həcmdə ipoteka götürüldü. Bu nəyə səbəb oldu? İndiyə kimi ev ala bilməyənlər, gəlirləri aşağı olanlar həm ev aldılar, yəni əhali razı qaldı. Tikinti şirkətləri, hansı ki, onlar müştəri tapa bilmirdilər. Onlar öz müştərilərini aldılar. Onlar da başladılar işləməyə və buradakı əhali də heç kəsi ixtisar eləmədilər. Son nəticədə bu yaranan bu generasiya dövlətin özünə vergi formasına qayıtmağa başladı. Ən azı işsizlik yaranmadı. Üstəlik orada hətta digər istehlak mallarının satışında da güzəştli kredit verir. Tutaq ki, güzəştli turlar üçün kreditlər verməyə başladılar. Yəni istənilən Türk ailəsi güzəştli kredit götürüb Antalya, İsrail gedə bilərdi. Bu da turizm sektoruna belə dəstək oldu. Yəni iqtisadiyyata pulu dövlət buraxdı və bizdə bildiyimə görə biznesi, bunların heç birisi olmadı, eləmi? Bizdə bunlardan heç birisi olmadı. Təəssüf ki. Yəni halbuki daha ünvanlı vermək olardı. Ünvanlı kredit verib biznesə yönətmək olardı. Açığı hökumətlərin burada yanaşmaları fərqlidir. Bəziləri daha ehtiyatlı, bəziləri başqa. Bizdə hökumət başqa üsullarla kömək elədi. Məsəl üçün işçilərin maaşını verdi. 2 dəfə bir ay işçilərə maaş ödədi və amma bu o şirkətlərə aid idi ki, onlar işçiləri ixtisar eləməsinlər. Birinci dəfə şərt belə idi. İkinci dəfə dedilər ixtisar olar, amma çox az ixtisar olsa verərik. Yəni çox da ixtisar etmək olmaz. Digər tərəfdən işçilərə görə yox, keçən biznesi olan və vergi ödəmiş şəxslərə vergi kompensasiyası verildi. Çoxsaylı iş adamlarına kompensasiya aldı, amma onun da məbləği limitlənmişdi. Yəni ən aşağı 250 manat, ən yuxarı 5000 manat. Bu həddə dəstək verildi. Yəni dəstək bu formada oldu. Təşəkkür edirəm. Sonda qısaca olaraq bir məsələyə də toxunmanızı istərdim. Mütəxəssislərin dediyinə görə qarşıdan bu pandemiyanın ikinci dalğası gəlir. Sizcə pandemiya əgər ikinci, üçüncü yenidən bunun bir dalğaları, fəsadları baş verərsə, hansı qabaqlayıcı tədbirləri görmək olar? Çox sağ olun. Bəli, ikinci dalğadan danışırlar və ikinci dalğanın birincisindən daha sərt olacağı gözlənilir. Çünki artıq qabaqdan qış gəlir, keçən dəfə üzü yaya gedirdi. Ona görə belə necə deyim, səhiyyə ilə bağlı problemlər daha az görünürdü. İndi isə həm mövsümü respirator xəstəliklərinin dövrü gəlir, həm də pandemiya artıq dünyada da artmağa başlayıb. Mənim fikrimcə dövlət burada özəl sektora dəstəki ancaq maddi şəkildə özü verə bilər. Yəni banklara öhdəlik üzərinə qoymaq olmaz ki, sən biznesə güzəşt elə. Banklar da ayrıca bir biznesdir və onlar da özlərini qoruyurlar. Mənim bildiyimə görə banklar da dəstək verirlər, gücləri çatan qədər öz müştərilərinə, etibarlı müştərilərinə dəstək verirlər, onlara necə deyirlər, güzəştə gedirlər, amma bu onların öz qərarlarıdır. Dövlət onlardan tövsiyə eləyə bilər, tələb eləyə bilməz. Eləcə də digər özəl təşkilatlardan tələb eləyə bilməz ki, sən işçini işdən çıxartma. Niyə? Yəni şərt qoya bilər ki, mən güzəşt ancaq o şirkətlərə yardım edəcəm ki, işçini işdən çıxartmasın, amma bu çox az hallarda ola bilər. Şirkət buna maaş vermək üçün qazancı olmalıdır. Qazancı azalanda məcburdur ixtisar eləsin. Ona görə də dövlət bu işçilərin işdən çıxartmağını istəmirsə, onlara daha yaxşı dəstək verməlidir. İndiyə qədər olandan daha güclü dəstək verməlidir. Maaşların bir neçə aylıq ödəməlidir. Yəni 2 ay fikrinizcə bizim maliyyə imkanlarımız varmı kifayət qədər bunu etmək üçün?
Dövlət əvvəlki illərdə baş verən hadisələrdən nəticə çıxardaraq neft fondunun pullarını çox qənaətlə, mən deyərdim, yaxşı mənada xəsisliklə istifadə etməyə başlayıb. Hətta büdcə dürüstləşməsi gedəndə də cəmi 500 milyon manat əlavə büdcədən neft fondundan pul ayrıldı. O da dəstəkləmək üçün. Amma məncə indiki dövrdə belə daha ciddi dəstək olmasa çətin olacaqdır. Əgər pandemiyanın ikinci dalğası gələrsə. Hökmən dövlət, belə kobud desək, əlini cibinə salmalı və pul verməlidir. Yəni, güzəşt et deməklə iş bitmir. Güzəşt etmək üçün pul verməlidir ki, həmin o güzəşt edən təşkilat özü bankrot olmasın və problemlə üzləşməsin. Yenə də deyirəm, ola bilər bizim üçün, bu dövlət üçün çox sərt səslənsin, amma investisiyalar çox kosmopolit bir, necə deyərlər, dünya görüşünə malikdirlər və orada harada biznesə yaxşı dəstək göstərirlərsə, həmin ölkəyə axacaqlar. Ona görə indiki çətin dövrdə bu bir sınaqdır hökumət üçün də, bizneslə kommunikasiyasının bir sınağıdır. Bu göstərməlidir ki, o biznesin yanındadır, yəni təkcə ona güzəşt et deməklə deyil, özü də güzəşt etməlidir. Bunu mən belə baxıram. Təşəkkür edirəm. Arzu edirəm ki, bu sınaqdan iş adamlarımız da, maliyyə strukturlarımız da və hökumətimiz də az itkilərlə çıxsınlar. Cəmə qatıldığınıza görə çox sağ olun. Mən də sizə təşəkkür edirəm bu mövzuya toxunmaq üçün. Əgər imkan varsa bir məsələni qeyd edərdim. Buyurun. Və mən istəyərdim ki, dövlət bu vəziyyətdən nəticə çıxarsın ki, investisiya mühitini həddən artıq yaxşılaşdırmalıdır. Biznes mühitini həddən artıq yaxşılaşdırmalıdır ki, ölkədə şirkətlərin sayı çox olsun, vergi ödəyicilərinin sayı çox olsun ki, hər dəfə neftin qiyməti ucuzlaşanda büdcədə belə problem yaranmasın. Çünki biz əgər bu sistem, bu forma davam eləsə, bu yanaşma, yəni hər dəfə belə bir problemlə biz üzləşəcəyik. Neftin qiyməti hər dəfə ucuzlaşdıqca bizim büdcədə problem yaranacaqdır. Əlbəttə, biznes mühitinin yaxşılaşdırılması çox mühüm bir vəzifədir və bu da ilk növbədə inhisarçılığın və korrupsiyanın aradan qaldırılması ilə bağlıdır mənim fikrimə görə. Təşəkkür edirəm. Korona kimi pandemiya üçün bizi iki gələcək gözləyir. Sürətli və ləng. Hansı gələcəyi görəcəyimiz hamımızın buna necə reaksiya göstərməyimizdən asılıdır. Sürətli pandemiya dəhşətli olacaq və çoxlu insanın həyatını alacaq. Ləng pandemiya tarix kitablarında xatırlanmayacaqdır. Sürətli pandemiya üçün ən pis ssenari çox sürətli bir yoluxma sürəti ilə başlayır. Çünki onu ləngitmək üçün heç bir əks tədbir yoxdur. Sürətli pandemiya niyə belə pisdir? Sürətli pandemiyada bir çox insan eyni vaxtda xəstələnir. Say artdıqca səhiyyə sistemləri onları idarə edə bilmir. Tibb işçilərinin və ya havalandırıcı avadanlıqların sayı kifayət qədər deyil. Bu halda insanlar müalicə almadan öləcəklər. Daha çox tibb işçisi xəstələndikcə səhiyyə sistemlərinin gücü biraz da aşağı düşür. Əgər belə olarsa, kimin yaşayıb yaşamayacağı barədə dəhşətli qərarlar qəbul edilməlidir. Belə bir senaridə ölənlərin sayı əhəmiyyətli dərəcədə artır. Bunun qarşısını almaq üçün bütün dünya, yəni biz hamımız bunu ləng bir pandemiyaya çevirməliyik. Erkən mərhələdə doğru cavab davranışları hər xəstənin müalicə ala bilməsi və xəstəxanaların həddindən artıq yüklənməməsinə şərait yaradır və beləliklə pandemiyanı ləngidir. Korona üçün hələ ki peyvənd olmadığına görə, sosial peyvənd kimi hərəkət eləmək üçün biz aktiv həyat tərzimizi dəyişməliyik. Bu sadəcə iki şey deməkdir. 1. Virusa yoluxmamaq və 2. Başqalarını yoluxdurmamaq. Adi səslənsə də, eləyə biləcəyiniz ən yaxşı şey əllərinizi yumaqdır. Sabun əslində güclü vasitədir. Koronavirus əsasən yağ qatı ilə örtülüdür. Sabun həmin yağı parçalayır və beləcə virus sizə yoluxa bilmir. Sabun əllərinizi sürüşkən eləyir və mexaniki yuma hərəkətləri virusları parçalayır. Pandemiyanın necə bitəcəyi onun necə başlamasından asılıdır. Amma böyük mənzərəyə baxsaq, bu ödəyəcəyimiz kiçik bir qiymətdir. Sürətlə və kəskin artaraq başlasa, pis başa çatacaq. Yavaş-yavaş, kəskin artmadan başlasa, axırı nisbətən normal ola bilər. Və bugün pandemiyanın sonu sözün əsl və məcazi mənasında hamımızın əlindədir. Doktor, ikinci dalğa necə gözlənilirmi? Bilirsiniz, koronavirus infeksiyası bizi tərk eləməyəcək. Yəni insan cəmiyyətini tərk eləməyəcək. Bu həmişə bizdəndir. Artıq yəni bir pandemiyanın belə alması
Ora gəldim. O bizlə həmişə olacaq. Yəni biz bundan sonra həyatımızı ona uyğun qurmalıyıq. Bu ikinci, üçüncü, dördüncü dalğa məsələləri ola bilər. Amma mən həmişə deyirəm, mən bu məsələlə razılaşmıram. Dalğa deyil. Bu inkişaf edəcək. İnsanlar belə bir fikir var ki, 30 yaşından yuxarı insanlar hamısı bu xəstəliyə bir dəfəlik yoluxmalıdırlar ya da onlar vaksinasiya olunmalıdırlar. Vaksin də onun üçün müəyyən antiçisimlər hazırdır. Ya bizim Bəhrəm müəllimdən mənim kimi xəstələnib müəyyən immunitet əldə eləməlidirlər, ya da vaksinasiya, onu da deyəcəm. Ya da vaksinasiya olunmalıdır. Onu müvəqqətiliyib, bu belədir. Bax, SARS-1 İspaniyada olub, Avropa ölkələrində, MERS Orta Şərq Ərəb ölkələrində olubdur, İsraildə də olubdur. Görürlər ki, SARS-1 ilə 2002-ci ildə MERS ilə xəstələnən adamlar indiki koronavirus infeksiyasında çox nadir hallarda xəstələnirlər. Deməli, əhəmiyyəti var. Amma xəstələnib sağlam insanlardan təbii gedir. İndi buradan belə bir nəticə çıxardırlar ki, kim SARS-CoV-2 ilə xəstələnib COVID-19-u keçirdibsə, ikinci, üçüncü, dördüncü dalğa onun üçün az təhlükəlidir. Amma kim ki bunu keçirtməyib, o sizin dediyiniz şərtləri qorumalıdır. İmmuniteti qaldırmaq üçün də nə etmək lazımdır? Birinci növbədə qorxmamalısan. Doktor, bu vaksinlə də əlaqədar cürbəcür məlumatlar yayılır, ziddiyyətli məlumatlar yayılır, vaksinlə əlaqədar. Öyrənilir ona görə. Hələ tam öyrənilmir bu virus. Ona görə ziddiyyətli, oradan-buradan ziddiyyətli informasiyalar gəlir. Bilsələr nədəndir? Virus çox dərmanlı fikirləşmək. Dərin bir prosesdir. Cənab Bağırzadə, necə hesab edirsiniz? Bəlkə bu müxtəlif ziddiyyətli məlumatların gəlməsi bu bizim informasiya siyasətimizdə hansısa bir çatışmazlıqların nəticəsidir? Yalan danışıram, bilmirəm. Ümumiyyətcə, siz bu koronavirus xəstəliyini hətta yaşamış bir insan kimi sizi bu informasiya mühitimiz qane elədimi? Eləmədi. Yalan informasiya çox idi, Mən fake-lər çox idi. Bir neçə saytdan incimişəm və düzdür, hətta onları məhkəməyə də verə bilərdim. Yalandan məlumatlar yazmışlar mənim haqqımda. Bəziləri çox pis yazmışdı, bəziləri lap pis yazmışdı. İndi xırdalamaq istəmirəm. Müsəlmana və Azərbaycan kişisinə yaraşmaz. Amma durub deyim ki, onları cəzalandıracağım. O da mənim səlahiyyətimdədir. Mən Allaha tapşırıram. Çünki bilirsiniz, bir digər insanın xəstələnməsi ilə özü like yığmaq və yaxud follower, izləyici yığmaqla daha da çox oxucular və s. mənə gəl kişilikcə deyir. Çünki mən demirəm, mən bu gün verilişə niyə gəlmişəm və mən gəlməyə də bilərdim. Baxmayaraq ki, hansı mənim hörmətim var, Vahid bəy və s. aynəsə artıq 20 ildən çoxdur işləyirəm. Amma xəstəliyimdən danışmaq istəməzdim. Normal insan onu eləmir də, yəni mən qəbul eləmirəm. Amma bugün mən də vətəndaşlıq borcumu yerinə yetirirəm. Doktor necədir ki, getdi bir ay işlədi, Cəbiş müəllim kimi həmişə cəbhəyə özünü atırdı. Mən də bu günlər gəlmişəm ki, heç olmasa 20 min bu tam verilişə baxandan, heç olmasa 5 min adam görsə ki, doğrudan da Bəhram Bağırzada xəstələnib və maska taxmaq lazımdır, əl-yüzü yumaq lazımdır, bütün qayda qanun. Mən ona görə bu gün gəlmişəm. Yəni mənə bu xallar, bu ballar, bu açki, ruslar lazım deyil. Sadəcə mən bu gün vətəndaşlıq borcumu yerinə yetirirəm ki, insanlar gütsünlər onu. Xəstələnməsinlər, qorusunlar özünə və görsünlər ki, belə insanlar var, hansı ki, mən də inanmırdım, elə bir şovdur ki, mən bu şovun iştirakçısıyam. Sonra o 46 gün, 52 gün ki, yatandan sonra bu günləri nəinki xahişim, yalvarıram millətimdən ki, özünüzü qoruyun. 10 milyonluq, Allah eləməsin, geometrik progresiya ilə getsə, 5 milyonumuz məhv olacaq, 5 milyon qalacaq. Allah eləməsin. Ona görə lazım güdmək ki, bu olmasın. Heç olmasa anasını fikirləşsinlər, yaşlı, atasını yaşlı fikirləşsinlər, bacısını, qardaşını, ballarını. Nəsə inanmırsan, özün bilərsən. Amma sən bir yaq doktor dedi ki, uşaqdır, gedib obursu qonşunun yanına
yoluxa bilər, o yoxmu, amma valideynləri yoluxa bilər. Ha, haradaydı, axı bu küçəyə çıxmayıb, baca çıxmayıb, amma yoxdur. Onu gel güdmək lazımdır. Kapalamaq, dözmək lazımdır. Necə ki, Azərbaycan milləti, xalqı 41-45-də dözdü, faşizmə qalib gəldi də, şükür Allah. İndi də müharibədə biz görünməyən düşmənlə mübarizə aparırıq. Niyə bizim kişilərimiz, qadınlarımız 41-45-də bunu gütdülər, 600 min Azərbaycan əskərlər, kişilər getdi, vuruşda, 300 mini qayıtdı, 300 mini qayıtmadı. İndi də biz o şəraitdə yaşamalıyıq. Əgər toy yoxsa dözməliyik, filan yoxdur dözməliyik. Mənim siz deyəndə ki, çoxları taksi işləyir və yaxud digər sahələrdə, mənim əmək kitabçamda birinci mənim vəzifəm fəhlədir. Çernaraboçi, 26 bak komissarı mətbəədə mən işləmişim, mən utanmıram. Sabahları da Allah eləməsi başıma iş gəlsə, nəsə, mən də gəlib yanacam Tbilisi prospekti, taksi otum işləyərəm. Yəni, mənim üçün problem deyil, mən özümü işə verən adamam. Uşaq vaxtı 16 yaşında mən işləyirəm, 114 rubl maaş almışam və həmişə də arzulamışam ki, mən əl mətbəələ ailə var, uşaqlar var, adam məsuliyyət. Sabah uşaqları böyütmək, ona heç kim heç kimdən utanmamalıdır, özünü işə verməli. Bir tərəfdən özümüzü qorumalıyıq, dözməliyik. Dözüb çıxaq bu vəziyyətdən və digər millətlərə də göstərək ki, biz bunu keçdik. Həm qonşu millətlərə qalib gəldik, bunu etməliyik. Pasyoner olmalıyıq. Çox sağ olun, çox sağ olun. Bu çox nikbin bir notlarda elə istəyərdim ki, verilişimizi tamamlayaq. Əziz bizi dinləyənlər, əziz cəmdə toplananlar, pandemiya da bir sınaqdır. Ümumiyyətcə, sınaqlardan keçənlər də olur, ilişib qalanlar da olur, sınaqlarda özünü itirənlər də olur, amma sınaqlarda özünü göstərənlər də olur. Son həddi aşmasaq, səhvləri bağışlasaq, yenidən başlasaq, bezəsən, bezməyəsən. Bütün sınaqlardan az itkilərlə alnı açıq və üzü ağ çıxanların cəmindən əskik olmayın.